Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, Fizika Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxırıq. Lakin izaha başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, y bərabərdir a üstü x üstü funksiyası üçün təkliflərdən hansılar yanlışdır? Təyin oblasti bütün müsbət ədədlər çoxluğudur. Deməli, xeyr, bu səhvdir. Çünki belə deyək də, yalnız bura müsbət ədədlər deyil, mənfi ədədləri daxildir. Yəni, bunun df bərabərdir mənfi sonsuzluq və müsbət sonsuzluğa. Deməli, burada bizdən yanlışları soruşur. Fikir verin, deməli, birinci yanlışdır. Deyir, əgər a 0 ilə 1 arasında olarsa, bütün ədəd oxunda azalır. Bəli, bu doğrudur. Əgər a 1-dən böyük olarsa, bütün ədəd oxunda artır. Bəli, bu doğrudur. Dördüncüdə deyir ki, qiymətlər çoxluğu bütün həqiqi ədədlər çoxluğudur. Xeyr, bu da yanlışdır. Biz y bərabərdir a üstü x üçün deyirik ki, a böyükdür 0 şərti. Bir də ki, a bərabər deyil 1 şərti ödənməlidir. Yəni, bunun y-fi 0 müsbət sonsuz aralığında qiymət almış olur. Baxın, bu burada yazıb ki, bütün həqiqi ədədlər çoxluğudur. Deməli, bu deyil. Bu da bizim səhv, yəni yanlış olan variantlarımızdan biridir. 1 və 4, yəni testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq burada ikinci suala. İkinci suala deyir ki, AN ədədi silsiləsində A1 bərabərdir mənfi 36, D bərabərdir 3 olarsa, AN kiçikdir 11 şərtini ödəyən hədlərin sayını tapın. Gəlin AN düsturunu yadımıza salaq. Necə idi? A1 üstə gəlsin. N çıx 1 vurulsun D kiçikdir 11-dən. İndi burada A1-in əvəzinə mənfi 36 yazacağım. D-ni də gətirəcəm əvvələ və 3 yazacağım əvvəldə. 3 vurulsun N çıx 1 kiçikdir 11-dən. 11-in üstünə 36 gələndə olur 47. Yəni 3 vurulsun. N çıx 1 kiçikdir 47-dən. 47-ni 3-ə bölsəz N-1 kiçikdir. Deməli, bu harada salınacaq? 15 tam 3-də 2 və bunu da üstünə 1 gəlsəz N kiçik olur. 16 tam 3-də 2-dən. 16 tam 3-də 2-dən kiçik olan neçə natural qiymət var? Elə 16 qiymət olmuş olur. Yəni, bu bərabərsizliyi ödəyən hədlərinin sayını istəyir. Düzgün cavab 16, yəni A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. Üçüncü sualda bizə deyir ki, y bərabərdir kök adlı x və y bərabərdir x kub funksiyaların qrafiklərlə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli, birinci növbədə baxaq görək ki, bu hüdudlanmış hissə, yəni daha doğrusu hüdudlanmış fiqur olan hissə hansı hissədir? Y bərabərdir kök altında x, kök altında x-in qrafiki. Bir də y bərabərdir x kubun qrafiki olmalıdır. Bu da, baxın, x kubun grafikidir bu formada. Y bərabərdir x kub. Başlıqlənmiş hissə budur. Bunların sərhədləri bir buradır. Bir də ki, bu qrafiklərin kəsişmə nöqtəsidir. Birinci, bu kəsişmə nöqtəsini biz x-in tapmalıyıq. Necə? Bunları bir-birinə bərabər edirsiniz. X kub bərabərdir kök adlı x-a. Hər tərəfi kvadrata yüksəltsəz, x üstü 6 bərabərdir x-a. X-i keçirsəz sol tərəfə. X üstü 6 çıx x bərabərdir 0-a. Və x-in mötərizə xaricinə çıxartsaz, burada olur x üstü 5 çıxılsın 1 bərabərdir 0-a. Ayrı-ayrılıqda 0-a bərabər etsəz, birincisi elə 0 olacaq. İkincisi isə, deməli, müsbət 1-ci elə müsbət 1-ə bərabər olmuş olacaq. Deməli, baxın, bu kök, bu hissə, çünki burası 0-ı bildirir, onda görə avtomatik burada 1 olmuş olacaq. Sərhədlər bəllidirsə, onda integralı necə qurarıq? Yazarıq ki, baxın, bu formada. Deməli, sərhədlərimiz bəllidir. Olacaq 0-dan 1-ə, yuxarı sərhəd kök adlı x-dir, aşağısı x kubdur. Kök adlı x çıxılsın x-in kubu. Gəlin, bu kök adlı x-i da x üstü 2-də 1 formasında yazaq. Bax, bu kök adlı x-i da x üstü 2-də 1 formasında yazırıq və indi bunu inteqraldan xilas edəndə olur x üstü 2-də 1 üstə gəl 1. Yəni 1 tam 2-də 1 olur 2-də 3 bölünsün 2-də 3. Həmçinin burada da x üstü 4 bölünsün 4. Baxın, bu 2-də 3-ə bölürsünüzsə, bu tərsinə çevrilir 3-də 2 formasında yazılacaq burada. 3-də 2. İndi bunu da x üstü 3 bölü 2 yox, kvadrat kök altında x-in kubu şəklində göstərirəm. Kvadrat kök altında x-in kubu
kubu şəklində. Amma buna dəymirəm. X üstü 4 bölünsün, 4 olduğu kimi qalır. Və baxın, bunun sərhədləri deməli 0-dan 1-ə qədərdir. Bərabərdir. 0 yazmayacağım, çünki onsuz da mənası yoxdur. Bu da 0 eləyir, bu da 0 eləyir, avtomatik itirir. Amma 1 yazsa, kök altı x elə 1-dir, kubu da 1-dir. 3-də 2-yə vuranda olacaq 3-də 2. Çıxılsın, burada 1 yazanda 4-də 1. Ortaq məxrəc 12 olur. 12-ni 3-ə böləndə 4, 4 dəfə 2, 8. 12-ni 4-ə böləndə 3, 8-dən də 3 çıxanda düzgün cavab 12-də 5 alınmış olur. Yəni, 3-cü sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 4-cü suala. 4-cü sualı deyir ki, tərəfi 6 kökdə 3 olan bərabər tərəfli ABC üçbucağının A təpəsindən onun müstəvisinə uzunluğu 2 kökdə 7 olan AK perpendikulyarı qaldırılmışdır. K nöqtəsindən üçbucağın medianlarının kəsim nöqtəsinə qədər olan məsafəni tapın. Bax, gəlin təsəvvür edək ki, bu bizim bərabər tərəfli ABC üçbucağımızdır. Adlandırıram A, B, C. Deyir, bu üçbucağın A təpəsindən onun müstəvisinə uzunluğu bu qədər olan AK perpendikulyarı qaldırılmışdır. Bu olsun AK perpendikulyarı. Bunu da adlandırırıq AK. Daha sonra deyir ki, K nöqtəsindən üçbucağın medianların kəsim nöqtəsinə qədər olan məsafə. Deyək ki, bu bir mediandır. Məsələn, biz çəkmişik. Medianların kəsim nöqtəsi olsun, bax, bu nöqtə. Məsələn, bir O nöqtəsi deyək. Bu medianların kəsimi nöqtəsidir. Bizdən tələb etdiyi budur. K-dan medianların kəsimi nöqtəsinə qədər olan məsafəni tapın. İndi mən də bu məsafəni bilmirəm. Buranı adlandırıram X. Perpendikulyar qaldırılmış üçün bura olur 90 dərəcə. Deməli, burada belə bir düzbucaqlı üçbucaq yaranır. Bu düzbucaqlı üçbucaqda AK-nı bizə verir. 2 kök altda 7. İndi buranı hələ ki bilmirik. Amma tərəf bəllidir. 6 kök altda 3-dür. Biz bilməliyik ki, ümumiyyətlə medianlar kəsim nöqtəsinə qədər təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Baxın, bura 2K-dır, bura 1K-dır. Bura 2K-dır, bura 1K-dır. Bu 2K olan hissə bərabər tərəfli üçbucaqda xaricə çəkilmiş çevrənin radiusunu bildirir. 2K olan hissə bərabər tərəfli üçbucaqda xaricə çəkilmiş çevrənin radiusunu bildirir. Amma 1K olan hissə kiçik eri bildirir. Bu niyə görə yazıram? Çünki buradan böyük eri tapmalıyıq. Yəni, bu böyük eri tapaq ki, katetlər bəlli olsun. Biz x-i, yəni hipotenuzu ona uyğun tapa bilək. Böyük eri nəyə bərabər olacaq? A kök altda 3 bölünsün 3-ə. Bu da bərabərdir. Tərəfin qiyməti 6 kök altda 3-dür. Vurursunuz kök altda 3-ə, bölürsünüz 3-ə. Bu kök altda 3-lərlə 3-lər gedir. Cavab olur 6. Deməli, bax, bura, sən demə 6 imiş. Yazıram bura. Bu hissə bərabərdir 6-ya. İndi bizdən x-i tapmağımızı istəyir. X də bərabərdir kök altında 2 kök altda 7-nin kvadratı. 4 dəfə 7, 28. Üstə gəl, 6-nın da kvadratı olur 36. 28 ilə də 36-nı toplayanda eləyir kök altında 64. Buradan da cavab 8. Deməli, 8 çıxmış olur. Yəni, 4-cü sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 5-ci suala. Bizə belə bir bərabərsizlik verir. Deyir, bu bərabərsizliyin tam həllərinin cəmini tapın. Diqqətlə baxsaq, bu cüt dərəcədən kök altı ifadə. Bu da müsbət bir qiymətdir, çünki moduldur. İkisi də müsbət olduğuna görə hər tərəfi gəlin kvadratı yüksəldir. Bax, bunu da kvadratı yüksəldirəm, bunu da kvadratı yüksəldirəm. Sonra, yəni sonda bir dənə şey də nəzərə alacağım ki, bax, bu kökün altı böyük bərabərdir 0 şərtini ödəməlidir. Bir də onu həll eləyəcəyik. İndi kvadratı yüksəldəndə bununla bu gedir. Qalır 6x çıxılsın 2x-in kvadratı kiçikdir. Bunu da kvadratı yüksəldirsə adi qaydada x kvadrat üstə gəl 6x üstə gəl 9. X kvadrat üstə gəl 2x kvadrat. Bu eləyir 3x kvadrat. 6x da gedir və burada sadəcə qalır müsbət 9. X kvadrat üstə gəlsin müsbət 9. Aha, böyükdür 0-dır. Bu hər zaman müsbətdir və hər zaman da ödənir. Fikir verin. Çünki kvadrat müsbət 3-ə varanda müsbət üstdən 9. Yəni, bu hər zaman ödənir. Mənfi sonsuz, müsbət sonsuz. Bu hər zaman ödənir. Amma bir dənə də bu şərt nəzərə almalıyıq ki, 6x kiçikdir 2x kvadrat böyük bərabərdir 0 olsun. Deməli, burada oldu mənfi sonsuz, müsbət sonsuz. Amma indi görək burada nə olacaq? Burada x-i çıxardıram mötərizənin xaricinə. Olur 6 çıxılsın 2x böyük bərabərdir 0-dan. Birinci kök bərabər olur 0-a. İndi buranı da 0-a bərabər etsəz, x2 bərabər olur, deməli, 3-ə. Baxın, köklər 0-la 3-dür. Gəlin, qeyd edək burada. Deməli, hər ikisi daxildirmi? Bəli, bura 0 olsun, burada 3 olsun.
İntervallar üsulundan göstərsək, mənfi 2x kvadrat. Kənarlar mənfidir, orta müsbətdir. Bu da böyük bərabərdir hissəni istədiyi üçün, bax, müsbəti iştirakləyirik. Deməli, cavabımız 0 ilə 3 aralığında olmuş olur. 0 və 3. Bura daxil olan tam həllərin cəmini istəyir bizdən. 0, 1, 2 və 3. Hamısını toplasaq, düzgün cavab 6-ya bərabər olmuş olur. Yəni, 5-ci sualda testimizin düzgün cavabı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq burada 6-cı suala. Bizə belə bir tənlik verir. Deyir, bu tənliyin ən kiçik natural kökünü tapın. Sinusun 0-a bərabər olmağı onun xüsusi halıdır. Yazırıq burada 3D2 px bərabərdir. Sinus 0 harda olur? Pk'da. Deməli, burada baxın, p'lər ixtisar gedir. Tapırsınız ki, 3D2x bərabərdir k'ya. İndi k'nı bölməlisiniz 3D2-yə. Onun tərsinəsi 2D 3-ə vurursunuz. Yəni, x bərabər olur 2D 3 k'ya. Bəs bizdən nə tələb edir? Deyir, bu tənliyin ən kiçik natural kökünü tapın. Baxın, siz k'nın yerinə 0 yazsaz, bu elə 0 eləyəcək natural olmur. Əgər k'nın yerinə 1 yazsaz, x-in qiyməti 2D 3 olacaq, natural olmur. Amma k'nın yerinə 2 yazsaz, onda x bərabərdir. Bax, 2-lər ixtisar gedəcək, cavab qalacaq 3. Yəni, k'nın yerinə 2 yazmaqla biz bu tənliyin ən kiçik natural kökünü, yəni 3-ü tapmış oluruq. Buna görə testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci suala. Bizə deyir ki, B parametrin hansı qiymətində verilən bu tənliyin köklərinin kvadratları cəmi ən kiçik qiymət alır. Köklərinin kvadratları cəmi deyəndə x1 kvadrat, üstəgəl x2 kvadrat. Ən kiçik hansı qiymət ala bilər? Bizdən bunu soruşur. Gəlin belə edək. Biz bunu köməkçi müxtəsər vurma düsturu vasitəsilə yazsaq, yaza bilərik ki, x1 üstəgəlsin x2-nin kvadratı çıxılsın, 2 vurulsun x1, vurulsun x2. Bu da bərabərdir. Bax, tənliyə fikir versəz, bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə köklərin cəmi, kvadratlar cəmi, deməli, burada ikinci əmsalın əksinə bərabər olmalıdır. Yazırıq, B çıx 3-ün kvadrat da öz yerində, çıx 2 vurulsun. Köklər hasili isə, bax, bu sərbəst həddə bərabər olmalıdır. Yəni, mənfi B üstəgəl 2. İndi gəlin sadələşdir. B çıxılsın 3-ün kvadratını açıram. Olur B kvadrat. Çıx 6B, üstəgəl 9. Mənfi 2-də mötərizəyə vurub açıram. Eləyir müsbət 2B. Mənfi 2-də 2-yə vuranda o da eləyir mənfi 4. Bərabərdir. Olur burada B kvadrat. Mənfi 6B üstəgəl 2B. Eləyir mənfi 4B. Mənfi 4B. Gəlin bu 9-un tərkibində bir 4-ü yazaq. Baxın, 9 nədir? 4 üstəgəl 5-də düzdür. 4-ü yazıram ki, bunu tam kvadratına gətirə bilim. Qalır burada 5. 5-də də 4 çıxanda o da eləyir müsbət 1. İndi bu ifadə bizə nəyi bildirir? B çıxılsın 2-nin kvadratını bildirir. Üstəgəl 1. Əgər sizdən soruşsaydı ki, bu ifadənin ən kiçik qiyməti nədir? Deyəcəksiniz ki, 1. Amma bunu soruşmur. Deyir ki, B parametrin hansı qiymətində bu gəlir ən kiçiyini alır? Kvadratı sıfıra çevirən qiymət. Yəni, ən kiçik qiymət kvadratın sıfırdır axı. Bunu sıfıra çevirən qiymət, bax, B-nin 2 qiymətidir. Ona görə deyirsiniz ki, B parametri 2 qiymətində bu ifadə özünün ən kiçik qiymətini almış olur. Testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci sualda bizə deyir ki, M1 və M2 çoxhədlərin dərəcələri uyğun olaraq 2 və 5 olarsa, bax, bu ifadənin bu çoxhədin dərəcəsini tapın. M1, məsələn, dərəcəsi 2-dir. Gəlin buna x-in kvadratı deyək. Digərin M2-nin dərəcəsi də 5-dir. Deyək ki, bu da olsun x üstündə 5. Əgər biz bunu 6-cı dərəcənin qüvvəti yüksəldiriksə, baxın, çoxhədin dərəcəsi nədir? Bu çoxhəddə iştirak edən bir hədlərdən hansının dərəcəsi ən böyükdürsə, biz də onu götürürük. Bax, görürsünüz, burada 5 ən böyükdür. Yəni, x kvadrat üstəgəl x üstü 5-ə baxsaq, ən böyük dərəcə burada x üstü 5-dir. Deməli, bu x üstü 5-i bir daha 6-cı dərəcənin qüvvəti yüksəldəndə əsas olduğu kimi qalır, qüvvətlər bir-birinə vurulur. 5-i də vurursunuz 6-ya, o da eləyir 30. Deməli, burada çoxhədlin dərəcəsi 30-a bərabər olmuş olacaq. Testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 9-cu suala. 9-cu sualda deyir ki, y bərabərdir kök altında 4x üstəgəl 9 və y bərabərdir x çıxılsın 3. Bu funksiyaların qrafiklərin kəsişmə nöqtələrinin koordinatlarını tapın. Əgər qrafikin kəsişmə nöqtəsi deyirsə, deməli bu ikisini bir-birinə bərabər etməlisiniz. Yəni, belə düşünün ki, ortaq kökləri var. 4x üstəgəl 9 bərabərdir x çıxılsın 3-ə. Hər tərəfi kvadrata yüksəltsək, burada nə olacaq? Köklə bu itəcək. Qalır 4x üstəgəl 9. Bunu da kvadrata yüksəldəndə x kvadrat çıx 6x üstəgəl 9.
Bu 9-lar hər tərəfdən gedir. Olur x kvadrat mənfi 6x. Bunu da atırız bu tərəfə eləyir mənfi 4x. X-i bir yerdə mənfi 10x bərabərdir 0-a. X-i mötərizə xaricinə çıxartsaq, bu olur x çıxılsın 10 bərabərdir 0-a. Onda bunun birinci kökü 0-a bərabər olur, ikinci kökü 10-a bərabər olur. Yəni x ya 0-dır, x ya da ki 10-dur. İndi siz yoxlasanız, bura 0 yaza bilməyəcəksiniz. Çünki niyə görə? Bunları bir-birinə bərabər etməmişdik. 4x üstə gəl 9 bərabərdir x çıxılsın 3 yazmışdıq. Bax, x-in yerinə 0 yazsaz, 0-dan da 3 çıxanda eləyir mənfi 3. Yəni, cüt dərəcədən kökaltı olan bir ifadə necə mənfi 3-ə bərabər olsun? Bu düzgün deyil. Ona görə 0-ı götürə bilməzsiniz. X-in qiyməti olur 10. X-in qiyməti 10-dursa, bəs Y-in qiyməti nədir? Yerinə qoyun, hesablayın. 10 çıxılsın 3, o da olur 7. X-in qiyməti 10 olanda, Y-in qiyməti də 7-yə bərabər olmuş olur. Məhz buna görə testimizin düzgün cavabı olur C bəndi. Keçirik növbəti suala. Baxırıq 10-cu sual. 10-cu sualda bizə belə bir A ədədi verib və bu A ədədi də loqaritm ilə ifadə olunub. Deyir, bu A ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Birinci növbədə bunu sadələşdirmək lazımdır. Necə sadələşdiririk? Birinci ifadəni olduğu kimi saxlayırıq. Yəni, loqaritma 4 əsasdan, deməli, 22 bölünsün 5, üstə gəl. Bunu da tərsinə çevirəndə olur 4 əsasdan 15. Loqaritma 4 əsasdan 15. Baxın, əsaslar eynidir, öz orta toplama var. Biz nə edirdik? Bunu vurmaya çevirirdik. Əsas olduğu kimi qalırdı, bu çevrilirdi vurmaya. 5 üstü 22, daha doğrusu 5-də 22, vurulsun 15. 15 ilə 5 ixtisar gedir 3, 3-ü də 22-yə vuranda olur 66. Loqaritma 4 əsasdan 66. Baxın, bu loqaritma 4 əsasdan 66, loqaritma 4 əsasdan 64 ilə, yəni 4-ün kubu ilə 4 üstü 4, loqaritma 4 əsasdan 256 aralığında yerləşir. Əsas 4-dür çünki. 4 əsasdan 64, bura 3 eləyir, bura 4 eləyir. Onda loqaritma 4 əsasdan 66, 3 ilə 4 ardıcıl tam ədədlər arasında yerləşmiş olur. Testimizin doğru variantı olur Y bəndi. Belə, bu da bizim sonuncu sualımızın izahı idi. Xatırlatmaq istəyirəm ki, bir daha sizlər də həm ödənişli, həm də ödənişsiz dərslərdən faydalanmaq istərsinizsə, bax, ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.